Hamınıza salam dostlar. Bugün sizlerle birlikte MM2 oynuyoruz. Bu arada kanalıma yeni yüklenecekte olan Labubu videomu unutmayın. Labubu videomda gören hansı çıktı? Kapak videomda da hansı çıktı göstermir. Kapağı sarmadan ne olar yazabilirsiniz hansı çıktı. Bu arada bundan sonra Azərbaycan dilində danışacağım. Çünkü artık Türkçe danışmaq mənə çox belə çətin gəlir. Belə deyim. Bəzi sözləri bilmirəm və dolayısıyla Türk deyiləm də. Belə. Tur başlayanda videonu açacağım ingilis. Sağ olun. Dostlar, indi xəritə seçimini eləyirəm. Office, bank yoxsa house? Məncə house yaxşıdır. Çünki çox gözəldir yəni. Bu xəritəni doğrudan sevirəm, amma ən sevdiyim mansion'dır. Mansion bunlardan daha gözəl və genişdir. Şərif oldu. Deyəsən çıxan Pepsi Labubu'nun rəngi çıxdı mən. İşte ben bu oyunda çok vaxt 5 şerif çıxabilirəm. Yəni saysız hesapsız da belə deyil. Qızın yanında çıxartdım, əgər məni takip edəcəm, vuracam artıq. Gəl. Gəl, mən qaçacağım. İstəmirəm, bəzən əlim gedir bu telefonda axı. Başkasını vururum. Da görmedim kızı. Doğrudan noob olduğunu düşünmeyin. Görmedim kızı. Sadece odur. Facecam açmağımı istiyorsunuz. Facecam açın. Açıram. Haydi. İzin verdim. Tamam da. Bir dakika. İcaze. Ben buradan icaze vermeliyim. Kamera. Yalnız istifade. Dostlar, elədik kameramızı ve oyunumuza giriş edirik. Benim yerimi kim sordu? Kız Pro diye Granada olsun. Aslında Nublara Pro demək düzgün değil. Ama yine de kız mənim elə bilmədiyim elədi. O da eləyə bilmədiyim o söhbətdir ki, yəni mən görmədim orada kızı. Labubu'yu indi göstərməyəcəyəm. Göstereceğimi düşünürsünüzsə səhv edirsiniz. İnşallah katil olaram. Cat ol. Bu arada Qəbələ videoma çok like gelip buna bakın. Bugün 8 Mart hediyem olub. 8 Mart'tı bugün ve bu 8 Labubu ve bu 8 Mart'a özel bir bölümdür. Innocent olduk gördüğünüz gibi. Çok güzel. Kameraya bazen elimi tuturam böyle. Niye? Çünkü bu telefondu yani dokunmatik bir şeydi. Baka girdim az kalsın da bu ondan biraz şüpheme. Donur ya oyunu. Oyda mavi. Mavi is imposter. Oyda. Yazık cümleyi nədir? Ben burada gizleneceğim, elə fake atacağım. Görmez inşallah. İkisi de aldı. Ne yaptı bu? Ayda. Axı mənim oyunum donur dostlar. Mənim oyunum donur. Mən nə var iş? Mənim oyunum donur. Neyse izlemeye keçək. Mənim oyunum donur. Əslində oyun donanda mən vurmalıyam. Elə bug olarak kazanmam. Mənim internetime ne oldu? İnternetim var aslında. Oğlan orada kamp. Oho! Da nələ? Oğlan orada gördüğün noktada kamp edir. Doğrudan bir gün bu kamperlara ifşa eləyər.
O gelir gel. Gel pis oldu. Nətər vura bilmədim? Bu ben niye oyunum bug'dadı? Bir dakika burada ben bir tane reset atayım. Respawn'a bastım. Kameram bura atak yoksa yok indi şeyimi bağlayacak. Bura koysam yani yine bu oy. Yine de en noktadan göster neyse. Böyle bazen gözüm başka noktaya gidebilir. Size bakarım. Zaten hamsını o çöreğe oturup kalyaskada emmensiz bütün hamsını dancadı. İndi ben sen gel burada kalyaskada eləyəcəm. Bal, əmim labı balı. Biz anam da özü labı seven değil. Sevmir. Əsla Stitch deyir ki, ondan 1000 dəfə yaxşı deyəm. Mən də Stitch'i sevmirəm. Resmen birbirimizin tersiyik belə deyim. Birbirimizin tersi olmağımızda bizim psixososiyyətdən bilirsiniz ki, indi mənə labubbu olub neçə vaxt istədiyim labublardan. İndi mən niyə labubbu aldırdım? Mən elə bir danışır ki, yəni labubbu almaq dünyanın yeni suçudur. Yəni mənə də heç vaxt labubbu almırdı ana. Sevmir, özü sevmədiyi şeyi alır. Ey becər deyir mən. Mən səni söyərdim. Neyse. Git. İndi anam da labubunu sevmir. Mən deyir ki, doğrudan. Mən də deyir ki, yəni elədiyim şeye bak. Yüzüme koy. Mən də deyir ki, özdə niyə bunu eləyirsən? Neyse də belə. Niyə labubu aldırdın mənə? İndi bu mənim 8 Mart hədiyəmdir, sən qarışa bilmərsən. İndi sizlə bunu da paylaşdım. Amma heç yerdə, yəni ayıb olmaz inşallah. Ayıb deyə qəbul etməz mənim anam videonu izlədikdə. Belə də yəni. Ne diyeyim? Buradan ben de. Labubu niye sevmilir? Allah. Bak ilk de labubu hakkında teoriler çıktı ki ne bileyim belədir. Sonra da teoriler gerçektiler. Ay bu çok şirin labubu. Ay diyorum ortaya şey attılar. Özler de demediler ki yani biz bu labubuya iftira atmışıq da. Şu labubu gəzilmiş, labubunun gözündə kamera varmış. Doğrudan oradakı labubumu indi göstərmək istəmirəm. Göstərirəm, çıxardaram gözü, incələyərəm ki, bunda kamera var. Niyə bir oyuncaq belə bir qurumda qurulsun ki? Yəni, o teorilər çıxardanlar da bunu heç düşünmürlər. Düz demirəm, düşünmürlər də. Ben ne diyeyim bunlara? Aydan belki facecam bağlayayım çünkü parmak bura çıxır mən çox görünmürəm. Bağlayaq dostlar. Ben buradan sizə danışarım. Facecam'ı bağladım. Ben buradan sizə danışacağım. Bu kız biraz şüphelidir. Burada bir de oğlan da var idi. Neyse. Altta neymiş? Korkarlar hemen. Korkaksız dere. Bu turdan sonra bağlayacağım videoyu bu arada söyleyeyim size. Bak benim üstüme sonra gelsiz. Geldi yine.
100% budur. Bax. Milyon faiz. Bu olmasa nə bilim mən. Hissini demirəm, amma istəmirəm. Bəzən bu oyunda şübhələndiyimiz insanlar belə çox belə katilə aid detayı olan belə insan katil çıxa bilmir. Necəsən? Yazı bu günə salmışsan soruşmaq ayıb olmasın. Da dans edir. Ay Allah, dost olmaq istəyir deyəsən. Mən də o. Ne şirin dansı böyle. Öldürməsələr yaxşıdır. Bu nə danslar? Oh, ses geldi. Baxın, mən dedim ki indirəcəkdim amma önləri qunni. Sən mənə belə eləyirsən, suysan. Sən bir YouTuber'ı öldürməyə çalışırsan. Sən bir suçlusan. Sən məni öldürə bilməzsən ki. Mən sənə 100 dənə fake atarım. Çok fake atmışam ya. Ama bu splaşta yok. Bundan bu bu Oy. Oydu. Haydi öldüm. Neyse. Dostlar bugünkü videomuzdan da bu kadar olsun. Bugün sizlerle birlikte hem Azerbaycan danışacağım. Bundan sonra bildirdim. Aynı zamanda da yani dedim ki belə Labubu haqqında danışdım. Labubulu videoma da baxmağı unutmayın. Sonraki videolardan görüşmək üzere. Xoş qalın, bilgili qalın. Yəni məlumatlı qalın. Sağ olun. Like atmayı da unutmayın.